Prezident İlham Əliyev ATƏT-in baş katibi Feridun Sinirlioğlunu qəbul edib. Cənubi Qafqaz bölgəsinin ATƏT-in gündəliyində duran mühüm regionlardan biri olduğunu vurğulayan qonaq, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətninin razılaşdırılması ilə bağlı əldə olunan nəticələrə görə təbriklərini çatdıraraq iki ölkənin münasibətlərinin normallaşdırılması istiqamətində müzakirələrin aparıldığını qeyd edib. Feridun Sinirlioğlu ATƏT-in Azərbaycanda həyata keçirdiyi əməkdaşlıq layihələrinə toxunub. Prezident İlham Əliyev keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həllində tam iflasa uğramış ATƏT-in Minsk qrupunun və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtının artıq çoxdan çatdığını deyərək, Ermənistan tərəfindən də bu xüsusda addımların atılmalı olduğunu bir daha qeyd edib. Ərazi bütövlüyümüzü və suverenliyimizi hərbi və siyasi yollarla tam təmin etdiyimizi, bununla da ölkəmiz tərəfindən Helsinki Yekun Aktının beynəlxalq hüququn norma və prinsiplərinin Cənubi Qafqazda təsbit edilməsinin təmin olunduğunu deyib. Görüşdə Azərbaycanla ATƏT arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.